Şəhidlik dinimizdə ən yüksək dərəcələrdəndir. Bu səviyyəyə çatan şəxs cənnətlə mükafatlandırılar. Bu səbəbdən də İslam inancına malik insanlar şəhadət şərbətini içməkdən heç vaxt çəkinməmiş, müqəddəs bildikləri dəyərlər uğrunda qorxmadan mübarizə aparmışlar. Bu müqəddəs vətəni bizə qoyub gedənlər ya şəhid olub cənnətlə mükafatlandırılıb, ya da veteran adını qazanıblar. Yaşadığımız bu torpaqlar şəhidlərimizin qanı ilə yuyulur. Bugün bu torpaqlarda sərbəst hərəkət edib xoşbəxt yaşaya biliriksə, bu bizim üçün qorxmadan canından keçən şəhidlərimizin sayəsindədir. Öndər TV komandası olaraq növbəti dəfə həyat hekayəsini işıqlandırdığımız qəhrəmanlarımızdan Azərbaycanın milli qəhrəmanı, xüsusi təyinatlı qüvvələrin hərbi hissə komandiri, aprel döyüşlərinin şəhidlərindən Polkovnik Murad Mirzəyevin Sabirabad rayonu Kür kəndində adını daşıyan Sabirabad MMA döyüş klubunun açılışında iştirak etdik. Tədbirdə şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin nümayəndələri, din Sabirabad polis şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və kənd əhalisi iştirak ediblər. Tədbirdə şəhid ataları çıxış edərək şəhidlərimizin adlarını yaşadanlara minnətdarlıqlarını bildiriblər. İdman növü sahəsi üzrə məşqçilər, müəllimlər buradadır. Mən ən əsası bayaq da dedim, şəhid valideynləri və qazilərimiz burada iştirak edirlər. Eləcə də Örnək TV-nin, özəl televiziya olan Örnək TV-nin əməkdaşları da buradadır. Xoş gəliblər, xoş gəliblər. Allah sizləri var eləsin. Şəhidlərimizi adına olan hər bir məclis, bilirsiniz ki, hər bir insanın o mənəvi duyğularını oyatmalıdır. Bu məktəbin yetişdirdiyi kısa bir zamanda çempionlarına layık görünüp bizim Sabirabadlı Əli balamız. Əli balamız tək o adı özü yox, tək o öz ata-anasının başını ucu eləməyib. Əli balamız bütün Sabirabadlıların başını ucu elədi o adına. Kısa bir zamanda milli qəhrəman adına açılan klub, şükürlər olsun ki, bizə 4-cü Azərbaycan çempionu yetişdirib. Şükürlər olsun, bunun davamı olacaq Azad müəllim. Bu sizin qələbənizdir. Bu Məhərrəm müəllimin qələbəsidir. Bu bütün Sabirabadlıların qələbəsidir. Bizim idmançılarımız, bizim oğullarımız, şəhid sevənlər, şəhidə qiymət verənlər bura toplaşıblar. Necə şəhidlərimiz, öz qəhrəmanlıqların, necə qazilərimiz, döyüşçülərimiz, ordumuz öz qəhrəmanlıqların silahla düşmənimizə göstərdilər. Dövlətimizin bayrağını uca etdilər. Bu idmançılarımız da öz qəhrəmanlığından həmişə bayraqlarımızı uca edirlər. Biz necə ordumuzla, oğullarımızla, şəhidlərimizlə fəxr ediriksə, idmançılarımızla da elə biz fəxr edirik. Mən bir şəhid atası olaraq belə bir söz deyim ki, səhv eləmirəmsə müharibə gedişatı idi. Bizim Azərbaycan güləşçimiz idi, səhv eləmirəmsə, erməni güləşçisi ilə güləşəndə o başının üstündən o düşməni idmançısının yerə çırpanda mən də bir şəhid atası kimi necə ordumuz qalib gəldiyinə sevindiğim kimi o idmançımızın da o qalib gəlməyinə mən də bir ürəkdən sevindim. Necə bizim oğullarımız silahla qalib gəlib bayraq uzatdılarsa, bu Azərbaycanın igidlər də, oğullar da idman sahəsində dövlətimizin bayrağını uzadıb həmişə qalib gələndə biz də sevindik. Bu günlərdə elə bu açılan bu həmin yer ocaqdır. Yəni canından keçmiş şəhidlərimizin ocağı. Yəni bura kim gəlibsə, sahib gəlibsə hamısına təşəkkür edirəm. Başda şəhid ailələri olmaqla hamımıza təşəkkür edirəm. Allah bir daha Azərbaycan xalqına müharibə qismət eləməsin. Balalarımız firavan yaşasın. Ali baş komandanımızı qorusun. Dövlətimizi qorusun. Hərbidə olan, balacasından böyünəcən, əməyi olan dövlətimizə xidmət edən cəmaatımızı qorusun. Başda polislər olmaqla Daxili İşlər Nazirliyinə, bütün rayonumuzun rəhbərliyinə hamısına təşəkkür edirəm ki, sağ olsunlar, şəhidlərimizi həmişə uca tuturlar. Allah hamımızdan razı olsun. Allah bütün şəhidlərimizə rəhmət versin. Bugün biz elə
milli qəhrəmanın adını daşıyan bu idman zalının açılışına yığışmışıq ki, o yeganə Azərbaycanlıdır ki, Amerikanın xüsusi təyinatçısının Ranger kursunu xüsusi fərqlənmə ilə keçmişdir. Eyni zamanda gənclərimizin vətənpərvər ruhda böyüməsində, eləcə də sağlam ruhda böyüməsində bu cür idman zallarının olması vacibdir və mütləqdir. Mən də bu zalın döyüşçüsü kimi MMA idman növünün Azərbaycanda yaradılmasında xüsusi rolu olan Azad müəllimə, eləcə də Sabirabad rayonunda yaradılmasında xüsusi rolu olan Məhərrəm müəllimə öz minnətdarlığımı bildirirəm. Biz bir yerdə olmaq biz güclü deməkdir. Onun üçün də belə bir yerdə bir yığışırıqsa bizim o deməkdir ki, bizim gücümüz var. Biz birbirimize inanırıq. Biz xoşbaxt insanlarıq ki, biz həyatda belə bir şeylərdə yaşayırıq. Birbirimizi dəstək oluruq. Azərbaycanımızı qorumağa o mədrəsə İmam Hüseyn əleyhissalam mədrəsəsi idi ki, bizim cavanlarımızın da doğrudan da sevgi vətənə, elinə, obasına, millətinə qarşı sevgisi idi. Məhəmməd Füzulunun belə bir gözəl kəlamı var. Məhəmməd Füzuli deyir ki, eşq meydanında can vermək eyl, ar ey könül, can verib məqsudə yet, gəl hümmətün var ey könül. Eşq bazarına salmışdır saadət kövhərin, nəqdi canım verməyən olmaz xiridar ey könül. Deməli o vətən sevgisiydi ki, bizim qardaşlarımızın, balalarımızın qəlbində, təfəkküründə Allahın böyüklüyüdür, sevgisi İmam Hüseyn əleyhissalamın Heyrəti Əbəlfəzl Abbasın dərsi mədrəsə idi ki, artıq bunlar alınmışdı, o sevgi alınmışdı. Buna görə də nə qədər bizim şəhidlərimiz olub, yenə də onların qarşısında, onların atalarının, anaların qarşısında biz də baş əyirik. Hamımıza hoş gəldin deyirəm. Başda şəhid ataları olmaqla, mənim qazi qələbələrim var, veteranlarım var maşallah. 44 günlük müharibədə onlar da canını qoydular. Fəxr edirəm ki, onları da mən yetişdirmişəm, mənim adımı daşıyırlar. Milli qəhrəman adını daşıyırlar. İnşallah indən belə də daha da çox olacaq, daha da çox muradlar yetişdirəcək inşallah. Murad Mirzəyev kimi qəhrəmanlarımız vətən var olduqca adları hər zaman uca tutulacaq. Açılışdan sonra bir neçə idmançılar diplomla təltif ediliblər. Bu günləri Sabirabad şəhərində Azərbaycanın milli qəhrəmanı Murad Mirzəyev adına İdman klubunun açılışındayıq. Bizim çalışdığımız, məşqçilərin çalışdığı gənclərimizi idmana yönəlmək və Muradın davamçıların yetişdirməkdir. Bu günləri bütün kənd ağsaqqalları, ziyalıları, idmançılarımız, bizim Sabirabadın şan şöhrətli idmançısı Azad Əskərov da bu tədbirdə iştirak edirdi. Biz idmançılarımıza uğurlar arzulayırıq. Gələcəkdə Azərbaycanın bayrağın dünya birinciliyində, Avropa birinciliyində ən yüksək zirvələrə qaldırsınlar. Bir daha idmançılarımıza uğurlar arzulayırıq. Uğurlu olsun. Gələcəkdə sağlam idmançılar yetişsin. Biz hər vaxt, hər zaman gənclərimizə yaxından kömək etməyə hazırıq. Bir milli qəhrəman atası kimi mən də çalışıram ki, Murad kimi sağlam, peşəkar qoy bizim gənclərimiz yetişsin.
Bu günlərdəki milli qəhrəman Murad Mirzəyevin adına olan MMA döyüş klubunun açılışı idi. Bütün şəhid ataları, şəhid anaları, qazi, veteran tələbələrim burada iştirak ediblər. Onlara bu efir vasitəsilə xoş gəldin deyirəm. Allahdan razı olsun onlar. Çox sağ olsunlar ki, gəldilər bu günlər bu təklifə gəldilər, bu gün iştirak elədilər. Və bu günlər biz bu idman klubunu açmaqda məqsədimiz odur ki, 2020-ci il müharibədən sonra, Vətən müharibəsindən sonra 2021-də mən başladım idman klubunu tikməyə. Mən özüm 25 ildir məşqçiyəm. Və özüm 2021-də bu klubu başlayanda milli qəhrəman Murad Mirzəyevin adını verdim. Çünki Murad Mirzəyev bir məktəb olub. Açılış daha sonra təşkil edilmiş ehsan süfrəsi ilə davam etdirilib.